Hə, köhnələr, hər vaxtınız xeyir olsun. Havanı görürsüz. Bəh, 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 bəh. Nəfəs aldıqca adam elə nəfəs almaq istəyir. Amma belə havada adam istəyir nəsə bir dənə elə bir şey bişirsin ki, həm belə canı qızsın, həm də qəlbi qızsın. Bu gün mən bir nəsə bir dənə belə qeyri-adi bir belə Qazaxstan yönlü bir dənə bir yemək bişirəcəm. Həmən bu yemək üçün mənə lazım olanlar. Bax bu cürünə kəllə, özü də bütöv formada. Baxın, burnunun zadını çıxartmışam. Bir də bax bir dənə fikir verin. Mən bunu aşağısını, içərisini bax burdan demək olar ki elə təmizləmişəm ki, burada vəz zat heç nə qalmayıb. Yəni o dil altı hissəni zadını hamısını çıxartmışam. Sonra həmən quzunun qarnı, biraz əlavə bax belə çənələr. Bir də bax, dananın başının yanağı. Bax, yanaqlar. Görürsünüz, bax, bu da deyim, əla şeydir ya. Bu həmişə düşən bir şeydir. İndi görərsiniz, mən bundan nə pişirəcəyəm. Malın yanaqlarını bax, doğrayırsınız, sonra da çəkirsiniz ət maşınından. Mənim bağda ət maşınım yoxdur, ona görə mən blender istifadə edirəm. Biraz da içinə qatırsınız quyruq, yağlı ət, sərmisaq. Yəni açığı mən daha dükana getmədim. Hələ xaladelnikdən nə tapdım, əndərdim hamısını bax bu ətin içinə. İndi mən bunu yaxçı-yaxçı çəkəcəm blenderdan. Bu blenderin pis cəhəti odur ki, hissə-hissə atırsan da əti. Başa düşdünüz? Bax yəni bu cür ətə, bu qədər ətə, elə bura biraz da bax belə gördüyünüz kimi soğan əlavə eləyin. Onu da elə mən blender vasitəsilə eləyəcəyəm. Deyirəm, bax bu yeməkdə ətin yəni duzunu, nə bilim, istiotunu, ədvalarını bol eləyin. Yəni hansı ədvadan istəyirsinizsə, ürəyiniz hansını meyil çəkirsə, ondan da vurun. Mən bax bu cürünə qarışdırdım istiot, cirə, bir də duz. Sonra təzədən qarışdırırıq yaxçı-yaxçı. İndi keçirik bax əsas məsələyə. Bax götürürük bax belə quzunun qarnını. Bax belə bu formada qoyuruq bir yerə. Bax belə yayandan sonra bunu, sonra da pükürüyünü eləyirik rulet. Bax ruleti gərək bax bu formaya eləyib, bax belə iplərlə bağlayırsınız bərk. Sonra da ki göndərəcək günü qazana. Hələ ki ocaq hazırdır. Ocağın hazır olmağını gözləyirəm. Sonra götürürsünüz bax belə bir dənə köhnə bir dənə qazan. Dibinə qoyursunuz bax bir dənə bax belə köhnə bir dənə bax belə bulud. Bir dənə də yanına bax belə balacasını. Əvvəla bax belə yerləşdirirsiniz başına o həmən o qarını. Baxın bax belə. Sonra bax ayaqları bax belə yerləşdirirsiniz. Görürsünüz bax mən o boş olan dərmə deşiyə onları bax belə bu cürünə yerləşdirdim. Sonra bax belə düzürsünüz pistoletləri. Bir də bax dili qoyursunuz bax elə yerə ki əlçatan olsun. Çünki müəyyən vaxtdan sonra biz dili oradan çıxartacağıq ki onu soğuk suya salaq, qabığını yaxçı-yaxçı çıxartaq, təzədən ataq içinə. Getirib qoyuruq ocağın üstünə. Köpüyünü yığandan sonra qapağını qoyursunuz, qoy yavaş-yavaş su azalsın. Hələ bizə lazımdır ki suyu azalsın, bu düşsün para. Biz onun üçün onun altına o buludları düzmüşdük. Bax beləncik. Mən bir dənə hələ üstündən quruz da qoyuram. Amma ki hələ içərdən buxar hələ görürsünüz də, yəni çıxır. Çıxır, 1-2 saatdan sonra yoxlayarıq. Arada 1-2 saatdan bir yoxlayın. Gördünüz bax belə bir vəziyyət yaranıbsa, yəni ki su çəkilib. Bax belə çaynikdə su qeynədin. Bax beləncik əndərün həmən qazanın içinə. Məsələn bir dənəsi tam şəkildə besdir. Yəni bir dənə çaynik.
Dediyim kimi, dili arada pişəndən sonra çıxartırıq bax belə isti-isti. Bax bu cür təmizləyirik, qoyuruq bunu qırağa. Yəni indi biz onu atsaq, bu sonra kaşaya dönəcək. Qoyuruq qırağa, hələ masaya verəndə birbaşa qoyuruq boşqabın içinə. Bax bu ocaq ki, bax belə tüstüləyir ha. İnandırım sizi bunun içinə də gedir ha. Sazorları görürsünüz. Hə? Əsas hələ bu ocaqda bu cür yeməyin pişirməyinin bax üstünlüyü bax budur. Gördüyünüz kimi. Dedim biraz əsas yeməyin yanına bax bu cür bax belə cırxacır. Bax belə ləzzətli qapaqsız qızartma. Təzə kartofdan bundan da qoyun masanın üstünə. Necə fikirləşirsiniz, hə? Baxın görün. Görün necə kartofdur. Bəh, bəh, bəh. Bax, yeməyimiz bax, kəlləmiz bax, bu cürünə hazırdır. Bax, gördüyünüz kimi. Bax, burada da ki, bax, bu. Gördüyünüz kimi qarın da hazır. Bu da kartoşkamız. Bəh, 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 bax. Final ştrik, bax, onu, bax, kələ yağını, kəllənin üstünə, bəh, 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 bəh. Ay, sağ ol, hər yerinə. Gezdir onu. Əla, biraz da o lazımdır, onun içində quyruq var, ora lazımdır, ora lazımdır, lazımdır. Bax belə, super. Hə, Hüseyin, kes onu görək, necə alınıb görəsən. Bir dənə. Ay, sağ ol, nəsə, yaxşı şey oxşuyur ha o ya. Kes, 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 kes. Bir dənə belə aç şunu, baxaq içinə. İçinə aç, içinə, ay, sağ ol, can, ay, can. Bəh, 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 bəh. Möhtəşəm yüzyıl. Deyərdi ya onun zəhmətinə sənə deyim. Əslində heç belə zəhmət də yox idi, amma ki əla. Möhtəşəm. Bəh, 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 bəh. Başqamız. Qoyunun kəlləsi. Bu da ümumi bax belə bir də ləzzətli stol. Dostlarla, bax belə ləzzətli stolumuz. Bəh, 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 kəlləyə baxın, kəlləyə. O yanaq tərəflərini Hüseyin, gözünü bir dənə onu çıxart, gözünü. Of, 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 oy, 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 oy. Gör necə pişirir. Qazaxlar bilirlər, ha, ağzının dərdini deyəcəkdim, ağzının dadını. Oy, 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 oy. Of, 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 of. Bu bunun ən belə yeməli yerlərindən biri. Axşamın xeyir olsun, xoş gəlmisən. Axşamın xeyir olsun, Ali. Xoş gördük. Bez ofitsioza, normalni, pis getmədi. Əla, Отлично, superdir. super. Delikates dil, qoyun dili deyirəm. Əladır, superdir. Hər şey qəşəng. Belə ləzzətli, havanın tempini tutmusan. Bəh, bəh. Biz də bura yığışmışıq. Və əsl necə deyim, məsələn, bu şablon söz olub məzun. Həqiqətən də bu Məzundur. Ləzzətlidir. Turşu şorbalar, zadlar hamısı burada. Badamaşlı kartoşka, buna bayılır rulet də orada. Yo, Fərdi, çəkirəm aslında sən o əvvəldə keçmiş vaxtlarda o kamera ilə çəkəndə ya, yadımda nə olurdu? Yadınızdadır o vaxtlar toylarda belə bir söhbət var idi ya. Çəkməyə yaxınlaşanda birdən res gözlərini düzəldirdilər, deyardılar. Ya da mənə çəkmə, pul verirdilər ki, mənə çəkmə. Mən bəzi adamlar tanıyıram. Yəni o vaxtın imkanlı köhnə kişilər hələ tutub kamerasını sındırırdılar, sonra da kameranın pulunu verirdilər. Biz də məclisimizi davam edirik. Necə deyərlər? Bizə nuş qəlbdən qəlbə.